Məclisin qərarı qəbul edilsin deyə təklif səsləndirilib. Əziz və hörmətli izləyicilər, dəyərli tamaşaçılar, kanalda olanlar verilişi bəyənin, paylaşın, kanala abunə olmağı unutmayın. Deputatların təklifləri maraqlıdır dostlar. Deputat müxalifəti nədə ittiham etdi? Əli Kərimli ittiham olunur, Cəmil Həsənli ittiham və radikal müxalifət deyirlər dostlar. Bilirsiniz ki, demək, Milli Məclisin tribunasında təmsil olunan müxalifət deputatlarına müxalifət deyirlər. Amma orada təmsil olunmayan, məsələn, AXCP və Müsavat partiyasına isə deputatlar, əsas da millət vəkilləri radikal müxalifət deyirlər. Və bugün də elə söhbət radikal müxalifətin üzərində qurulub deputatlar tərəfindən. Əziz dostlar, mən hər iki tərəfin mövqeyini verəcəm, deputatların tənqidlərini səsləndirəcəm, mitingin görüntülərini verəcəm ki, həqiqətənmi orada nələr səsləndirilib. Yəqin söhbət Novxanıda 28 may müstəqillik günü ilə bağlı, Respublika günü ilə bağlı müxalifətin açıqlaması, daha doğrusu müxalifətin mitingin təqdim edəcəm. İlk öncə, əziz dostlar, dəyərli tamaşaçılar, Əli Məsimli deputat, Əli Məsimlidən maraqlı bir açıqlama var dostlar. Əli Məsimli deyir ki, əbədi geri qalmaq istəmirsə, deputat qorxulu və acınacaqlı bir faktı açıqladı. Elmə ayrılan vəsait bu sahə üzrə iqtisadi təhlükəsizliyin kritik həddindən 12 dəfə azdır. Elmi işlərin əksəriyyətinin maaşları isə çox aşağıdır. Hesabat ilində Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası icrası 6 milyard 190 milyon məbləğində vəsait yönəldilir. Bu strategiya icra edilmiş vəsaitin əvvəlki illə müqayisədə 705 milyon manat az olması deməkdir. Azpolitika xəbər verir ki, deputat Əli Məsimli Milli Məclisin İqtisadi Siyasət Sənaye və Sahibkarlıq Komitəsinin mayın 27-sində keçirilən iclasında Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib. Demək, millət vəkili deyir ki, fövqəladə halların nəticələrini aradan qaldırması üçün dövlət büdcəsində 20 milyon manata yaxın vəsait ayrılır. Onun sözlərə görə son illər fövqəladə halların sayı və təbii fəaliyyətlərin tərəfli dağıntı ilə vurduğu ziyanın miqyası artdığından bu istiqamətdə yaranmış problemlərin də əldə edilmiş ziyanı vaxtında aradan qaldırmaq üçün əlavə vəsait ayrılması və ya büdcədən ehtiyat fonlarının vəsaitindən istifadə olunması vacibdir. Əziz dostlar, demək, Araz Musayev, yəni tanıyırsınız, rejissorumuz sizə təqdim edəcək. Dünən Türkiyədə vurulubdu bu şəxs. Araz Musayev niyə vurulub? Vurulmazdan öncə hansı məmuru ittiham edib? Xəbər verildiyi kimi Muay Thai Federasiyasının sədri Araz Musayev Antalyada bıçaqlanıb və verilən məlumata görə o dünən xəstəxanada əməliyyat olunubdu dostlar. Demək, WhatsApp platformasında vurulmazdan əvvəl paylaşım edib. O paylaşdığı statusda Gənclər və İdman Nazirliyinin şöbə müdürü Elnur Məmmədovu ittiham edib. Musayev bildirib ki, Elnur Məmmədov Muay Thai idmançılarını qarşısına almaq istəyir. Hətta Araz Musayev onu da qeyd edib ki, Elnur Məmmədov onun üzərinə bir qrup şəxs yollayıb. Son günlər, dostlar, son günlər bilirsiniz, ölkədə müəyyən qüvvələr var ki, onlar nəyəsə çalışırlar, dostlar, çalışırlar. Çünki biz bir neçə gün bundan qabaq
danışmışdıq. Hətta Lala Şövkətin hansısa bir xoşagəlməz hadisələr ola bilmə ehtimalından danışıb və Azərbaycan xalqının ehtiyatlı olmağa çağırıb. Bu barədə biz danışmışdıq və yeri gəlmişkən, əziz dostlar, müstəqillik günü ilə bağlı Putinin bir Azərbaycana təbriki vardı. Putinin təbrikində nəsə bir, dostlar, maraqlı bir təbrik səslənilir. Maraqlı təbrik və görək bu barədə təbrikdə, dostlar, təbrikdə nələrdən söhbət gedir. Putin hər ildə olduğu kimi təbrik göndərməyib. Səbəb nədir, dostlar? Səbəb nədir? Dinləyək, görək. Putin göndərib. Onun da Azərbaycan xalqının da bayramını təbrik edib. Putin. Məktubun göndərilməsi faktı qeyri-adi deyil, amma məktubun içərisində xeyli diplomatik siqnal var. Birbaşa təhdid olmasa da, əməkdaşlıq ruhunda hazırlanmış olsa da, məktubda gizli mesajlar nəzərə çarpır və Rusiyanın regiondakı rolunu və gözləntilərini incə bir şəkildə vurğulayır. Məktubda deyilir ki, Azərbaycan və Rusiya iki tərəfli əməkdaşlığı daha da genişləndirə bilərlər. Sitat: "Bu tam şəkildə xalqlarımızın maraqlarına cavab verir və Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcəkdir." Sitatın sonu. Bu sözlər Rusiya ilə əməkdaşlığın regiondakı sabitliyə bağlı olduğunu xatırlatma kimi görülə bilər. Burada sanki bir xəbərdarlıq var ki, Rusiya ilə yaxınlıq sabitliyin qorunmasına xidmət edir və Moskva ilə məsafə saxlamağın nəticəsi sabitliyin pozulmasına gətirib çıxara bilər. Putinin İlham Əliyevə 28 may Respublika günü münasibətilə hər il göndərdiyi məktubların mətni bir-birindən o qədər də fərqlənmir. Amma bu ilki məktubun tonu diqqəti həm də ona görə çəkir ki, iki ölkə arasında münasibətlər hazırda elə də sadə deyil. 2024-cü ilin dekabrında Grozny üzərində Azərbaycan təyyarəsi vurulduqdan sonra Rusiya üzr istəsə də öz səhvini etiraf etməyib və Azərbaycanın istədiyi kompensasiyanı ödəməyib. İki ölkə arasında münasibətlərin hələ də yoluna qoyulmadığı İlham Əliyevin 9 may paradında iştirak üçün Moskvaya getməməsində də özünü göstərdi. Putinin məktub göndərməsi soyuq münasibətlərdə diplomatik bir jest kimi də görünə bilər, rutin bir məktub kimi də. Amma məktubun içərisindəkilər Rusiya ilə münasibətləri gərginləşdirmənin sabitliyə fayda verməyəcəyini xatırladaraq təsir göstərmək taktikası ola bilər. Və əziz dostlar, dəyərli tamaşaçılar, hər halda Rusiyanın Azərbaycan dövlət rəhbərinə göndərdiyi məktubla bağlı, yəni bu məktub həmişəki məktublardan fərqlənir. Bilirsiniz ki, ölkə rəhbəri Prezident İlham Əliyev 9 mayda məlum toplantıya gedib iştirak etmədi və Azərbaycan əleyhinə Rus mətbuatında, həm də Rus mətbuatının dırnaq işarəsi içində ulduzları var ki, həmişə Azərbaycana qarşı ittihamlar səsləndirirlər. Orada deputatlar da yer alır, ictimai xadimlər, politologlar və ilaxır və s. Ona görə də əziz dostlar, biraz da Rusiyada qıcıq doğuran məqamlardan biri də yəni coğrafiyada Azərbaycanla bağlı həzm olunmayan bir hərəkətlilik var. Əziz dostlar, dəyərli tamaşaçılar, yəqin bu barədə biz danışarıq. Müxalifət dünən Məmməd Əmin Rəsulzadənin heykəli önündə, demək, Novxanıda bir mitingmi, aksiyamı, görüşmü, nəsə, indi hər halda siz efirdən yəqin ki, təqdim edəcəyik, baxacaqsınız. Hörmətli rejissorumuz, siz efirdə hələ ki o videoları təqdim edin. Əvvəlcə iqtidar mənsublarının
açıklamasını sizin diqqətinizə çatdıracağam. Əvvəlcə demək Babaoğlu, Hikmət Babaoğlu'nun açıklamasını diqqətinizə çatdıracağam. Və orada Hikmət Babaoğlu deyir ki, Avropa İttifaqının bayrağı olub. Sizcə AXCP-nin Novxanıda Məmməd Əmin Rəsulzadənin heykəli önündəki tədbirdə çıxışı zamanı Avropa İttifaqının bayrağının dalğalandırmasını müşahidə etmişsinizmi? Əgər həqiqətən də orada o bayraq varsa, bu Məmməd Əmin Rəsulzadə ənənələrindən əleyhinə başa düşmək olarmı? Yoxsa yox? Çünki deputat daha çox bununla bağlı. Əvvəlcə Bəhruz Məhərrəmovun bir açıqlaması var, dostlar. Bəhruz Məhərrəmov demək Əli Kərimlini ittiham edir. Bəhruz Məhərrəmovdur, bu səhv etmirəmsə bu şəxs. Əli Kərimlini nədə ittiham edir? Əvvəlcə bu mövzuya diqqətcə çatdıraq, dostlar. Əli Kərimov yanında mühafizəçi ordu saxlayır. Hamısı da açıq formada pozucu təxribatçı. Gündə bir bəyanat verir ki, filan mühafizəçim saxlandı. İndiki dövrdə heç bir yerdə işi gücü olmayan bir adam hansı əsaslarla, ictimai əsasdan mühafizəçilik edir? Sən hansı pulla saxlayırsan o mühafizəçiləri? Yaxud şəffaflıqdan yazan dırnaqarası jurnalistlər vardı ki, bugün istintaq onların hansı korrupsiya mexanizminin iştirakçısı olduğunu üzə çıxarır. Yəni, bütün bunlara aydınlıq gətirilməlidir öncə. İdarəetmə sistemindən şəffaflıq tələb edənlərin özlərinin fəaliyyətində şəffaflıq olmalıdır ki, danışmağa dilləri olsun. Mən bir daha deyirəm, Azərbaycan dövləti maliyyə intizamının şəffaf idarəetmənin tam tərəfdarıdır və bütün nəzarət mexanizmlərinin effektiv fəaliyyəti üçün mexanizmlər işləkdir və işlək də olacaq. Biz bu məsələyə milli təhlükəsizlik konsepsiyamızın vacib hissəsi kimi baxırıq. İndi bu videonu dostlar növbəti dəqiqələrdə bir də diqqətə çatdıracağam, təhlil edəcəm. İlk öncə demək deputatlardan biri təklifi var.